Mən Lamiyə, sizi Edumax'ın ilk podkastından salamlayıram. Qonağımız Emin bəydir. Emin bəy, sizi tanıyaq. Salamlar Lamiyə xanım, mən Emin Səfərov, Edumax'ın təsis direktoruyam. Biz artıq 10 ildir fəaliyyət göstəririk. Edumax 2 hissədən ibarətdir, bir növ belə deyək. Həm akademiya tərəfi var, həm xarici təhsil olaraq fəaliyyət göstərir. Eşitmişik ki, Edumax'ın ən böyük fərqlərindən biri prosesi başdan sonadək, yəni qəbuldan qarşılamayadək tamamlamasıdır. Bu proses haqqında bizə ətraflı məlumat verə bilərsiniz? Əlbəttə. Bizim ən birinci tələbə ilə ilk görüşümüz ümumi fakültə, ixtisas, ölkələrin tanınması, tələbənin tanınması, həm IQ, həm IQ cəhətdən bunların hamısını bir bütöv halında həyata keçirməyimizdir. Bizim ən birinci prosesimiz başlayır mentoring proqramı ilə. Mentoring proqramı nədir? Nə işə yarayır? Tələbələrə necə fayda verir? Ən böyük məsələlərdən birisi budur. Yəni nəzərə alsaq ki, hal-hazırdakı Azərbaycanda reallıq olaraq tələbə, valideyn münasibətləri tam yüksək şəkildə deyil. Artıq necə deyirlər, modern inkişaf etmiş dünyada texnoloji dəyişimin əsasları Azərbaycan bazarını çox etkiləyir və biz bunu nəzarən mentoring proqramını qurmuşuq. Mentoring proqramı tələbənin istər IQ, istər IQ, istər bütün dəyərlər kodeksini, bütün akademik hissəsinin hamısını nəzərən yönəltən bir proqramdır. 6 həftəlik bir proqramdır, 8-ci sinifdən 4-cü kursa qədər olan tələbələri əhatə edir və bu proqram çərçivəsində biz tələbənin şəxsin hansı fakültə ixtisasa uyğun olduğunu tapıb ortaya çıxarırıq. Və bundan sonra artıq proqramlı proseduru bunun üstəsindən görmüş oluruq. Universitet hazırlıqlarını həyata keçiririk. Tələbəyə SAT, IELTS, TOEFL hansı proqram lazımdır? Ondan sonra tələbə hansı ölkəyə müraciət edəcəyinə bağlı həmin ölkə üçün məktubların hazırlanması, universitet müraciəti, qəbul, viza və ən sonda yataqxana və qonaqxana xidmətlərini təşkil edərək proqramı yekunlaşdırmış oluruq.